Bizim Kosalar kəndi çox qədim kənddir. 700 ilə qədər tarixi var. Hələ xanlıq dövründə demək ki, Kosalar kəndi xan qızı Natəvan, Kosalar və Qarabağın qədim kəndlərin Məhəmməd Ağaya bağışlayır. Məhəmməd Ağa da oğlu demək İbrahim Təli xanın nəvəsidir. Və o kəndlərin içində də biri Kosalar kəndidir. Yəni Kosalar kəndi çox qədim kənd olur. Və Kosaların məktəbi də qədim olur. Və Malbəyli kəndi ilə Kosalar kəndinin Şuşa şəhəri hamiyə götürür və burada məktəblər açır. Kosalar kəndi 5-ci ildə də öz sözünü deyib, 18-də də öz sözünü deyibdi. Demək, Kosaların bir qrup insanları, o igidləri o vaxtı Qasımı olubdu, Rızası olubdu, Əbdülhüseyni olubdu, Bağrı olubdu. Belə kişilər 5-ci ildə də 18-ci ildə ermənilərə burada qan udurur. Və erməniləri kəndi işğal edilməsinə qoymur, imkan vermir. Və ermənilər bu Kosalardan bu hayfı çıxmaq üçün 37-ci ildə onların əlinə şans düşür. 37-ci ildə Kosalardan 25 nəfəri repressiya edilir. Və ondan sonra onlar Kosaların demək əl çəkmirlər, Kosaların hardasa həmişə irəli getməsini istəmirlər və Kosalardan buradan Böyük Vətən müharibəsinə 122 nəfər adam göndərilir. 122 nəfər adamın 71-i Kosalardan qayıtmır, 51 nəfəri müharibədən qayıdır. 45-ci ildə 122 adam buradan gedir. Kosalar ondan sonra Kosaların tarixində yenə ermənilər 73-cü ildə bu kəndi köçürməsini tələb edirlər ki, bu kənd suyun başındadır. Ona görə Xan kəndinə gedən sular Ballıca kəndini və Qarabağın bir çox kəndlərin bizim kənddən gedən sularla təmin olunur. Ona görə kəndi köçürmək, su məqsədi ilə köçürmək istəyirlər ki, bu suyun başındadır və onlar kəndi Xoruztəpəyə köçürməsi və bizim ziyalılar, ağsaqqallar buna imkan vermir və onlar bir il demək ərizə şikayətdən sonra Mərkəzi Komitəyə yazılan ərizə şikayətdən sonra araşdırma aparılır və oradan da Mərkəzi Komitə qərar verir ki, yox, kənd həqiqətən qədimidir. Bu kəndin tarixi qədimidir, ona görə bu kəndi köçürmək olmaz. Və ondan sonra erməni xislaəti başlayır 88-dən. 88-dən sonra ermənilər demək bizim İşıq Xan kəndindən gəldi, işığımızı kəsdi. Bizə müxtəlif cür təkliflər edirdi ki, bu kənd hardasa köçər. Ancaq bizim kəndin igidləri olubdu, əvvəllər də olubdu, hal-hazırda da onda var idi deyən, bizim kənd heç vaxtı buradan köçmək yox, heç buradan 1 metr dəvəlmək də fikri olmadı. Və bunlar mübarizəmizə qalxdıq. Bu kəndlər demək olar ki, 6 kəndli bir sovetlikdən ibarət idi. Və bu kəndlər 92-ci ilə qədər böyük mübarizələr apardı. Erməninin dəfələrlə demək olar ki, bizim kəndə hücumlarının qarşısı alındı və onları dəfələrlə demək olar ki, 2 dəfə 3 gündən matəm elan etdirdi. Ondan sonra 92-ci ildə 8 mayda Kosalar kəndinə 8 mayda hücum edildi və erməninin orada Fişkanın düzü deyilən yerdə 211 nəfəri İsraildən, Lernakandan, Kiravakandan olan ermənilər orada bizə hücum qarşısı aldı və onlar orada həlak oldu. Bizim Kosalar kəndinin igidləri tərəfindən. Demək olar ki, Kosalar kəndi igidliyi ilə seçildi və Kosalar kəndi məğlub olmadı. Və orada da yenə də öz sözünü dedi. Bir erməni orada qoyulan abidə ilə, Fişkanın düzündə, Can Həsən yanında qoyulan abidə ilə və burada bu kəndə gələrkən burada tapılan bu kitab nəticəsində məlum oldu ki, bəli, Kosalar kəndi erməniyə dəhşətli dərəcədə belə deyək, qan uduzdurubdur. Və bizim kənd, yenə deyirəm, 8-də biz erməniyə qələbə çaldıq və 9 mayda məcburiyyət qarşısında qalaraq biz dağlarla demək olar ki, çəkilərək kəndi tərk elədik. Qarabağın Azərbaycan yaşayış məntəqəsində ən son çıxan kənd olaraq
bu bölgənin ən son çıxan kəndi olmuş.